Deyirlər ki toy olacaq, amma bilmirəm haçan olacaq. Deməli dəyərli dostlar, dəyərli izləyicilər, inşallah həmişə toy olsun, tezliklə olsun. Günü bugün olsun. Niyə də olmasın inşallah. Hər kəsin xeyrisi ilə oturacağı gözəl və gözəl bir dənə mükəmməl bir həyət evimizin çəkilişindəyik. Neçə otaqdaysın xanım? Tam-tamına 4 otaqdan ibarətdir. Bəli, 4 otaq evimizin çəkilişindəyik. Oradan paket damı göstərir üst tərəfdən. Bax, paket damlı olan gözəl bir ev. Gəlin bura. Evimizin bu olacaq niyə məqsədi ilə deyirəm? Salam qonşuna var, nə yox? Hamd olsun Allah'a. Gözəl qonşuları var. Babam, Allah'a olsun. Dostlar, deməli belə eləyirik. Evimizin ön görünüşünü görürsünüz. Çiçək kimi evdir. Çiçək kimi ha. Andola Allah'a ləzzətli bir ev. Real alıcıların nəzərinə. Qiymət 75 mindir. Gəl bu dəqiqənin özündə. Mən səbəbi söz deyirəm. 70 dənə qoy qabağına ev olsun sən. Bəlkə 69'a da verdi. Divijen eləmək lazımdır. Amma gəl. Manqalı bax qabağında. Manqal. Bir dənə burada kabab tutursan. Fıskırıq ev, fıskırıq. Necə lazımdır. Buradan da moyka yeri var. Altdan da krantı mırantı hamısı çəkilibdir bax dostlar. Buradan da əti qoyursan. Üstündə də gölgərtə. Ah, getdi, ləzzətli. Bu da nədir? Su bakıdır. Bu nədir? Kombisidir. Hər cürə şəraiti var. Söndürün. Zəhmət olmasa Rəşən bəy. Abi de daha denə canlıda şeyləmədən ha. Deməli dostlar. Bax həyətinə rahat maşın girir. Bax divijen ilə maşın girir. Buradan da qəşəng oturmağa zon çıxıb qoysan burada bir də plasmas stol. Kababı buradan tutursan isti-isti. Ləpir lüpür yeyirsən. Evimiz yerdən 1, 2, 3, 4, 5, 6, 7, 8 daş. Hündürlükdə pəncərələr də nədir? Panorama. Birbaşa oksigena. Gəlin bura. Ev qoşadaşdır ha dostlar, ev qoşadaşdır. Gəlin. Hündür ev. Vay dərdə. Abi mən YouTube'umu öldürəcəksən bu zəngin. Aha. Deməli dostlar, bu nəticə kimdisə arzundan yana konkret darı tanırsan bari. Vəssalam, gecə. Allah əşkər. Sən canının qalmaq şahit. Sən canının getdi işinə. Xanım çəkilişdəyim, mən sizinlə əlaqə saxlayacağım. Dostlar, baxın, koridor sistemli. Çəkilişdəyim. Koridor sistemli, geniş, səliqəli bir ev. İrəli istəyənlər buyursunlar, ətraflı zəng eləsinlər. Mən də şu beynim getdi da, əməlli başdı. Uçdum Allah'ın olsun. Bax, Wi-Fi, internet hamısı öz qaydasında. Düzəltdik özümüzü. Gəlin bura. Evimizin burada qəşəng mətbəx sahəsi. Gördüyünüz kimi səliqəli mətbəxi. Geninə olunan, ürək istəyəni deformasiya elə yığ burada. Petinə kimi, qazına kimi, suyuna kimi, nə bilim axı, hər divijeniyasına kimi var. Televizor qoymağa kabel, antina yerinə kimi, panorama pəncərəsinə kimi, radiatorlarına kimi, hər şey var. Yəni, gəl burada, kakpalojlar, siqdanlarda yaşada. Bir dənə sənin nəyə lazım yaşamalı. Biz də nə istəyirik? Yaşa, yaşa, yaşa. Söz, gəlin bura, evimizin uşaqları. Bax, qəşəng, tam-tamına aboylanmış, işıqlandırılmış, çılçıraqlandırılmış, qəşəng evin Betis otağı. Gəlin bura. Evimizin nəyi? Qonaq otağı. Qonaq otağı demək sizə. Deyirlər ki, toy olacaq, inandırım tez olacaq. Bax, belə bir evdə gəl götür da dostlar. Qəşəng bir eviniz lazımdır. Super ev istəyənlər hər şeydə var. Buna baxın elə. Buna kimi evin içində var. Twinter. TV'ni açsak böyle bir şeydir. Koşursan televizora 100 tane kanala bakırdınsa bakarsan 1000 tane kanala. Gelin buraya.
Evinizi başım güzelləndi eləmiş. Allah başım güzelləndi. Otaqların çoxluğundandır Rövşən bəy. Hayır, başım güzelləndi. Bir soyuqlamışam, olarsa ondan. Bak, komiklerimiz var. Bir dənə seyrətə baxın mənə. Adama ləzzət edir. Adama ləzzət edir. Anlıqla Allah'a. Deyirəm, bana şu başım güzelləndi. Gəl bura. Dostlar, burada bizim bir otağımız. Qəşəng kombilər yaratırlar öz qaydasında. Səliməli məhləsi, evlə hasar arası, qonşu ilə. Mükəmməl, pürüzlü işıqlandırılma. Necə lazımdır? Hər otağında televizor, studiya yeri mövcuddur. Hamısında var. Hamısında pürüzdəki dostlar. Burada Rüfət ev istəyən qardaş, ev istəyir qardaş, ev istəyir qardaş. Buradakı evin sanitər oxşar. Bütün aksesuarlar hamısı yerində. Dostlar, təcili ev almaq istəyənlər buyursunlar, əlaqə saxlasınlar. Qiymətdə dedim, öldürəcəm, problem yox. Gəl boğacam, öldürməyəcəm, gəlin bana. Alo.